videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Martın 4-ü saat 22:05 radələrində Ermənistan Silahlı Qüvvələri Qorus rayonunun Xanazaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bu barədə ötən gün Müdafiə Nazirliyi məlumat yayıb. Son dövrlər Ermənistanın sərhəd bölgəsində yeni istehkam qurğuları inşa etməsi, eyni zamanda Hindistan və Fransadan silah tədarükünü artırması regionda gərginliyin artmasına səbəb olur. Onu da qeyd edək ki, Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqı və Belçikadakı daimi nümayəndəliyində hərbi attəşı vəzifəsinin təsis edilməsini təsdiqləyib. Müvafiq qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib. Bu, Ermənistanın aydakı nümayəndəliyinə göndərdiyi ilk hərbi attəş edir. Qeyd edək ki, 2024-cü ilin fevralında Ermənistanın NATO yanında hərbi attəşesi təsis edilib. Qərar Ermənistan A və Belçika arasında müdafiə sektorunda əməkdaşlığın intensivləşdirilməsi ilə əlaqədar qəbul edilib. A missiyasının monitorinqçiləri Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul xidməti edir. Bu missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Bu il yanvarın 30 daha Şurası 44 milyon avro büdcə ilə AIN-in Ermənistandakı missiyasının mandatını 2 il müddətinə uzadıb. Missiyanın müşahidəçiləri və mülki ekspertlər 25 aya üzv dövləti və 3-cü ölkə olan Kanadanı təmsil edirlər. Baş verənlər növbəti münaqişənin başlanğıcı ola bilərmi? Ermənistan yeni müharibəyə hazırlaşırmı? Məsələ ilə bağlı politoloq Anar Əliyev Nesi 24 az açıqlamasında bildirib ki, bu təxribatlar bir neçə məqsəd güdür və son baş verənlər, xüsusilə atəşkəsin pozulması və sərhəd bölgələrindəki yanğınların artması, regionda gərginliyin davam etdiyini göstərir. Atəşkəsin pozulması və digər təxribatlar Ermənistanın Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsinə cəhd etdiyini göstərir. Ermənistan bu şəkildə Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədində üçüncü tərəfin missiyasının yerləşdirilməməsi ilə bağlı irəli sürdüyü tələbin əsassızlığını göstərməyə çalışır. Bundan əlavə, Ermənistanın sərhəd ərazilərində səngərlərin qazılması, istehkam qurğularının formalaşdırılması və digər hərbi hazırlıqlar da diqqət çəkib. Ermənistanın bu addımları atarkən sülh danışıqlarında çətinliklər yaşadığını və şərtlərin dəyişdirilməsini tələb etməyə çalışdığını qeyd edib. Politoloq qeyd edib ki, Ermənistan bu hərəkətləri ilə sülh müqaviləsinin imzalanmasında Azərbaycanın haqlı şərtlərinin razılaşdırılmamış qalmasını və yeni müzakirə gündəliyinin açılmasını istəyir. Anar Əliyev həmçinin Ermənistanın silahlanma siyasətinin, ölkənin mövcud vəziyyətdəki təhdidlərlə bağlı narahatlıqlarını gücləndirmək məqsədini daşıdığını qeyd edib. Ermənistanın son dövrlərdə silahlanması və Avropa Sülh Fondu tərəfindən Ermənistana veriləcək 10 milyonluq yardımlar, Ermənistanın təhlükədə olduğu imici yaratmaq üçün atılmış addımlardır. Bununla yanaşı, Anar Əliyev Ermənistanın silahlanmasının əsas məqsədinin, ölkə daxilində revanşizm hissini gücləndirmək olduğunu vurğulayıb. Bu hələlik müharibəyə hazırlıq deyil. Çünki Ermənistan və onun havadarları yaxşı anlayır ki, Azərbaycan ordusu qarşısında Ermənistan ordusunun dayana bilməsi mümkün deyil. Bunu anladıkları üçün bu addımların real müharibəyə hazırlıq olmadığını söyləmək olar, deyə o qeyd edib. Anar Əliyev əlavə edib ki, Ermənistanın son addımları həmçinin silahlanma və müharibəyə hazırlıq niyyətlərinin olmadığını göstərsə də, bununla belə bu cür təxribatlar regionda davam edən gərginliyin və münaqişənin hələ də bitmədiyini, həmçinin Ermənistanın yeni müzakirə gündəlikləri yaratmağa çalışdığını göstərir.